çağırıb. Davam edək, studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovdur. Rəşad bəy, xoş gəlmişsiniz. Xoş gördük. Amerika Birləşmiş Ştatları iddia edir ki, Fordo artıq yoxdur və İranın əks həmləsi olarsa, Birləşmiş Ştatlar daha ağır cavab zərbələri endirəcək deyə Donald Trump'ın açıqlamasında bildirilir. Amma burada bir neçə şübhəli məqam var. Biz bayaqdan ekspertlərlə bu barədə danışırıq. Fordodan, Natanzdan, İsfandakı nüvə obyektlərindən söhbət gedirsə, çox ciddi bir məsələdir. Bir şey ki, ən müasir silahlarla heç bir müharibədə istifadə olunmayan ən son raketlərlə bombalanıb və həmin raketlərin yerin 60 metr dərinliyinə qədər nüfuz etmək imkanı var. Amma açıqlamalar onu deməyə əsas verir ki, heç bir nüvə sızıntısı yoxdur. Digər tərəfdən də bu fakta əsaslanaraq bəzi ekspertlər düşünürlər ki, ya İran vaxtında oradakı xam malı və digər resursları oradan çıxardıb, başqa bir yerə köçürdüb, ya da pərdə arxasında müəyyən danışıqlar var tərəflər arasında. Bilirsiniz necədir? Bu danışıqlar məsələsi çox hallanır və bu günləri təkcə bizim ekspertlər yox, eləcə də dünyanın ayrı-ayrı media qurumlarında da bu kimi iddialar səsləndirilir. Amma danışıq varsa bunun bir alt yapısı da olmalıdır. Yəni niyə? Yəni bu günləri əgər doğrudan da bu danışılmış bir necə deyirlər, hücum uydusa, bu Amerika Birləşmiş Ştatlarının nəyinə lazım idi? Və yaxud da İran bundan nə əldə edirdi ki, bu cür danışılmış bir senari ilə nüvə obyektlərinin bombalanması həyata keçirilsin. O baxımdan düşünürəm ki, burada söhbət danışıqlar məsələsi deyil. Çünki danışıqlar hər hansı bir tərəfə bu və ya digər şəkildə bir uğur gətirmirsə, hadisə nəticə etibarilə, demək ki, bu məsələni bir tərəfə qoymaq lazımdır. Amma özü-özlüyündə Amerika Birləşmiş Ştatları tərəfindən Natanzın, Fordonun və İsfandakı nüvə obyektinin vurulması bir sıra müəmmalar ortaya çıxarır. Birincisi, Trump bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının hücum ehtimalının ən azından 2 həftə sonraya salınması ilə bağlı bir mövqe ortaya qoydu və bildirdi ki, bu 2 həftəni biz İrana vaxt, yəni düşünmək üçün, müvafiq sülh istiqamətində addımlar atmaq üçün bir vaxt olaraq veririk. Əks təqdirdə Amerika Birləşmiş Ştatları məcbur olacaq bu addımı atmağa. Amma üstündən heç 2 gün keçməmiş bu belə bir əməliyyat keçirilir. İkinci müəmma ondan ibarətdir ki, əgər həmin obyektlərdə həqiqətən də zənginləşdirilmiş uran var idisə, onda radiasiya niyə baş vermir? Və üçüncü ehtimal da odur ki, əgər İran vaxtında bunları oradan çıxarıbsa və bunları qorumaq məqsədi ilə çıxarıbsa, onda çox yaxşı olardı ki, bu əməliyyatlardan sonra biz onları vaxtında oradan çıxartmışıq və təhlükəsiz yerdədirlər kimi mesaj da verməzdi və xəbərdarlıq da eləməyərdi. Yəni, bütün bunlar, tərəflərin hər ikisinin verdiyi bəyanatlar, atdığı addımlar ümumiyyətlə anlaşılmaz bir vəziyyət ortaya qoyub. Yəni, İranın məqsədi, tutaq ki, gizli şəkildə nüvə silahı əldə etməkdən ibarət idisə, elə ən yaxşı fürsət idi. Obyektlər vuruldu, zənginləşdirilmiş uranla bağlı problem yoxdur, ona görə də biz gəlin masaya oturaq, müharibəni dayandıraq deyə bilərdi. Amma İran deyir ki, mən vaxtında oradan bunları çıxarmışam və radiasiyanın olmaması da əslində bu ehtimalı kifayət qədər gücləndirir. Öyle çəkir, bəli. Ki, deməli, vaxtında çıxarılıb. Onda sual ortaya çıxır. Xomeynin bir nəfərin, fərdin İran ərazisində harda gedib sığınması haqqında kifayət qədər yaxşı məlumatı olan, bununla bağlı gündəlik məlumat verən, İsrail və Amerika Birləşmiş Ştatları kəşfiyyat qurumları, rəhbərləri, indiyə qədər Fordonu, Natanzı, İsfandakı nüvə obyektini və digər obyektləri daim nəzarət altında saxlayan və dünyanın bir nömrəli kəşfiyyat gücləri bu müddət ərzində onun oradan çıxarılmasını bilmirdilərmi? Bu da müəmmada ortaya çıxan və ən nəhayət, əgər həqiqətən də məlumatlı idilərsə ki, oradan bu artıq çıxarılıbdır, zənginləşdirilmiş uran, onda bu əməliyyatın keçirilməsinə nə ehtiyac var idi? Və bütün bunlara təbii ki, biz növbəti bir neçə gün ərzində İranın davranışları ilə və Amerika Birləşmiş Ştatlarının bundan sonraki addımları ilə cavab tapa biləcəyik. Amma burada bilirsiniz maraqlı nədir? Maraqlı ondan ibarətdir ki, sən Amerika Birləşmiş Ştatları olaraq əgər həqiqətən də
orada zənginləşdirilmiş uran olduğunu bilə-bilə və əməliyyatı keçirmisənsə, bu çox böyük bir təhlükədir və çox böyük bir məsuliyyətsizlikdir. Çünki həmin obyektlərin zərbə altına alınması avtomatik olaraq radiasiya riskini artırmalıdır. Və radiasiya riski də böyük bir arealda nə qədər insanın bundan zərər görməsinə yatırıb çıxaracaq ki, bu həqiqətən də bu əməliyyatı keçirmək onda məsuliyyətsizlik kimi qəbul olunmalıdır. İkinci bir tərəfdən biz görüntülərə də baxırıq və görüntülərdə də görürük ki, Fordo yuxarıdan çəkilən görüntülərdə demək olar ki, tamamilə darmadağın olunub. Amma Amerika Birləşmiş Ştatlarının özünün də indiyə qədər dediyi kimi və həmin o bombaların da xarakteristikasında göstərildiyi kimi, onlar 60 metr dərinliyə qədər nüfuz etmə imkanına malik olan bombalardır və həqiqətən də ilk dəfə istifadə olunan bombalar idi. Fordo isə beynəlxalq agentliyin də verdiyi rəylərə görə yerin 80 metr dərinliyində yerləşən bir obyektdir. Yəni o zaman necə olur bu? Necə baş verir bunun tamamilə sıradan çıxarılması və yaxud da müəyyən yüngül ziyan görə bilər, amma tamamilə məhv edilməsi söhbət odur. Faktını istisna edirsiniz. Onda belə çıxır ki, burada İran tərəfinin dedikləri daha real görsənir. Çünki İran nə deyir? İran deyir ki, bərpa olunmayacaq qədər zərər görməyib obyekt, yəni bərpası mümkündür, cüzi zərər görüb. İkincisi də bizim orada ümumiyyətlə zənginləşdirilmiş uranımız olmayıb. Yəni deyirəm, orada uran olsaydı, hətta 60 metr dərinliyə zərbə endirilirsə də belə, mütləq şəkildə bu radiasiyada özünü göstərməlidir. Ola bilər ki, radiasiya sızması var, amma İran İndi ona görə deyirəm, bir neçə gün ərzində biz bunu biləcəyik. Çünki Natanza İsrailin birinci zərbəsindən sonra da dərhal bəyanat nədən ibarət oldu? Hər hansı bir radiasiya sızması yoxdur və s. və elə. Amma bir gün sonra müvafiq olaraq Atom Agentliyi tərəfindən araşdırma aparıldı və deyildi ki, daxildə müəyyən sızma var. Natanzın daxilində və onu soyutmaq lazımdır və s. lazımdır. Və ona görə deyirəm, yaxın 1-2 gündə biz biləcəyik. Əgər radiasiya ortaya çıxacaqsa, əgər müvafiq bundan zərər çəkənlər ortaya çıxacaqsa, deməli ki, nüvə zənginləşdirilmiş uran həmin ərazidə olub və Amerika Birləşmiş Ştatları tərəfindən də vurulub. Amma burada maraqlı bilirsiniz nədir? Baxın, Amerika Birləşmiş Ştatları bu əməliyyatı keçirməklə təkcə 2 həftə deyib 2 gün sonra əməliyyata başlamaqla təkcə dünyanı və yaxud da belə deyək, İranı aldatmış olmadı, həm də özünün konqresini belə aldatmış oldu və bu günləri konqres tərəfindən artıq müvafiq bəyanatlar verilir ki, bu niyə bizlə razılaşdırılmamış şəkildə tək başına belə bir qərar alınır. Yəni doğrudan da əgər belə bir əməliyyat keçiriləcəksə, Amerika Birləşmiş Ştatlarının söhbət aktiv şəkildə bir ölkəyə, müharibəyə qoşulmasından gedir. Yəni getdim, 2 dənə bomba attım, qayıtdım. Deyil. Fərqi deyil, yəni söhbəti deyil. Sən artıq bu əməliyyatda iştirak eləmisən və faktiki olaraq tərəf olaraq qoşulmusansa müharibəyə, bu mütləq şəkildə ölkənin müvafiq qərar verici qurumları ilə mütləq şəkildə razılaşdırılmalı və bununla bağlı müvafiq qərar verilməlidir. Amma bunların heç biri baş verməyib. O baxımdan təbii ki, yaxın günlərdə biz böyük ölçüdə, məsələn, əgər İran deyirsə ki, bundan sonra Amerika Birləşmiş Ştatlarının istənilən o ölkədə olan əskəri bizim üçün legitim hədəfdir, deməli, burada o əskərlərə qarşı hər hansı bir istənilən Amerikan hərbi bazasında, istənilən ölkədə hər hansı bir əməliyyat həyata keçiriləcəksə, hər hansı bir zərbələr endiriləcəksə onlara qarşı, deməli, əvvəldən o deyilən kimi razılaşdırılmış və danışılmış, belə deyək, müharibə ehtimalı da ortadan çıxmış olur. Bir maraqlı açıqlama var. Bu, Amerika kütləvi informasiya vasitələrinin yaydığı açıqlamadır. Wall Street Journal, Amerikalı rəsmi istinadən bunu bölüşüb. ABŞ prezidenti, üzr istəyirəm, Donald Trump'ın administrasiyası İrana xəbərdarlıq edib ki, nüvə obyektlərinə zərbələr hakimiyyəti dəyişdirmək üçün müharibənin başlanğıcı deyil. Bu bir dəfəlik aktdır. Nəşr yazır ki, Vaşinqton ərəb dövlətləri vasitəsilə Tehrana hücumların başa çatması barədə artıq məlumat verib. Və ABŞ həmçinin vasitəçilər vasitəsilə İranın nüvə sazişi üzrə danışıqlara qayıtmağa çağırıb. Bu, hər halda adı çəkilməyən rəsmi şəxslər tərəfindən bir mesajdır. Səhər tezdən ABŞ-ın bir neçə informasiya agentliyində bu məlumat dolaşır və xüsusən də Trump'ın artıq sülh vaxtıdır bəyanatından sonra bu kimi informasiyalar yayılmağa başladı. Təbii ki, Trump bunu o şəkildə təqdim etməyə çalışır ki, əməliyyat keçirildi, nüvə obyektlərini vurduq, artıq
və rejim dəyişikliyi də bizim hədəfimizdə deyil deyənə, ona görə də oturub rahat şəkildə hər hansı bir müqavilə imzalamaq, nüvə sazişinə qayıtmaqla bağlı müvafiq İran tərəfinin addımlar atması olar. Amma İran tərəfi onsuz da bu 7-8 gündə nüvə sazişinə qayıtmaq imkanları haqqında danışırdı. Müharibə elə birinci günündə açıqlama verdilər ki, hazırıq, sənədlər təqdim edilir. Məsələ burasında idi ki, indi İranın nüvə sazişi ilə bağlı hər hansı bir tərəflə bir masa arxasında oturması İrana 10 gün bundan qabaq təqdim olunan o nüvə sazişi ki var idi, artıq o saziş olmayacaq. İrana daha ağır şərtlərlə bir saziş qoyulacaq masaya. Çünki əvvəl ən azından 30% zənginləşdirilmə var idi, dinc məqsədlər üçün istifadə məsələsi var idi, konsorsiumun nəzarəti altında. İndi ümumiyyətlə deyiləcək ki, Fordoda da biz otururuq, Natansda da biz otururuq, zənginləşdirilmiş 60% uranı təhvil verirsən, bizə verilməlidir və bundan sonra ancaq bizim nəzarətimiz altında hansısa fəaliyyət həyata keçirilə bilər. Bilirsiniz problem nədir? Yaman bəy. Baxın, nüvə alimlərini öldürmək olar. Yəni, insandır da, fiziki olaraq ortadan qaldırırsan, bitdi, getdi. Nüvə obyektlərini də dağıtmaq olar və bu gün dağıdırsan. Bu biliyi ki, sən dağıtmırsan, yəni bunun üzərində iş gedibsə, bu hazırlıq mərhələsindədirsə artıq. Demək, bu yazılan, necə deyərlər, yazılıb qoyulub da bilik olaraq haradasa var. Yəni, bu günləri nüvə obyektlərini dağıtdım. Bu nə demək? Bu o deməkdir ki, 3 gündən sonra həmin o digər alimlər o indiyə qədər əldə olunan nəticələrdən istifadə edib daha qısa müddətdə istədiklərini əldə edəcəklər. Yəni bu günləri nüvə obyektlərini vurmaqla və yaxud da nüvə alimlərini öldürməklə bu məsələni kökündən həll etmək mümkün deyil. Bunun üçün doğrudan da real şərtlərlə heç bir tərəfi rəncidə etməyən, hər bir tərəfin razılaşa biləcəyi şərtlər daxilində bir saziş ortada olunmalıdır. Rəşad bəy, bəlkə də İranın əlində Birləşmiş Ştatlarda olan raketlər yoxdur, ən son o bombardımançı təyyarələr yoxdur, amma İranın əlində daha bir ciddi silah var. Bu Hörmüz boğazıdır. Düzdür, Hörmüz boğazının bağlanması, oradan hərəkətin məhdudlaşdırılması İranın özünə də çox ziyandır, amma bir kartdır əlində. Baxın, indi kritik bir məqamdır İran üçün. Əgər ortada bir danışılma faktı yoxdursa, razılaşma faktı yoxdursa, İran növbəti həmlə kimi bundan istifadə edə bilər, yoxsa yox? Düşünmürəm, çünki bu həqiqətən ağılsızlıq olar. Bilirsiniz, Hörmüz boğazı dəniz ticarətində çox əhəmiyyətli rol oynayan bir boğazdır və böyük daşımaların həyata keçirildiyi bir boğazdır. Və bu boğaz bağlanacağı halda bundan siz qeyd elədiyiniz kimi İranın özü ziyan təbii ki görəcək, amma İrandan başqa bütün o boğazdan istifadə edən ölkələr də ziyan görəcək və bu nəticə etibarilə İranın daha böyük bir koalisiyanı öz üzərinə qaldırmasına yatırıb çıxara bilər. Yəni bu günləri əgər İranın ən yaxın müttəfiqi hesab olunan ölkələrdən biri, misal üçün Çin, enerji daşıyıcılarının böyük həcmdə ərəb ölkələrindən enerjini məhz həmin boğaz vasitəsilə daşınmasını təmin edirsə, bu həm də deməli müttəfiqlərin maraqlarına zərbədir. İkinci bir tərəfdən boğazın bağlanması faktiki olaraq dünya bazarında neftin qiymətinin həddən artıq yuxarı qalxmasına gətirib çıxaracaq ki, bundan da bu günləri qazanan, məsələn, Qərbin çöktürmək istədiyi, Qərbin iqtisadi cəhətdən tənəzzülə uğratmaq istədiyi Rusiya ola bilər. O baxımdan heç bir, necə deyərlər, güc bu günləri İrana həmin boğazın bağlanmasına imkan verməyəcək. Hə, İran demonstrativ olaraq bir gün, 2 gün tutaq ki, boğazı bağlamaq belə deyərlər, fikrinə gələ bilər, amma bu dərhal böyük bir qüvvənin İranın əleyhinə dayanması deməkdir və İran bu addımdan ancaq itirər. Yəni qazanacağı bir şey olmayacaq. Son məlumatlardan biri ondan ibarətdir ki, İranın bugün səhər saatlarında İsrailə raket zərbələri nəticəsində yaralıların sayı 23 nəfərə çatıb. Yaralılardan birinin durumu çox ağırdır, 22-si isə yüngül yaralanıb. Rəşad bəy, bu müharibə Trumpa görə başlamadı da. İsrail hücum elədi birbaşa İranın üzərinə. Amma deyə bilərikmi, Trump nöqtəni qoyacaq burada? Mütləq şəkildə Trump qoymalıdır nöqtəni. Çünki Netanyahunun da açıqlamaları var. Trump tarix yazdı kimi bir açıqlamadan söhbət gedir. Netanyahu onları mütləq deməlidir. Çünki Netanyahuya indiyə qədər İranla bağlı plana həyata keçirməyə imkan verməyən hakimiyyət, yəni Biden hakimiyyəti, hər nə qədər ilkin zərbələr o dövrədə təsadüf eləsə, amma faktiki olaraq İsrailə istədiyini verməyərək Amerika Birləşmiş Ştatlarının
əvvəlki administrasiyası İsraili İranla birbaşa müdaxilədən çəkindirirdi. Amma Trumpın gəlişi ilə İsrailə lazım olan təyyarələr, İsrailə lazım olan ağır bombalar, İsrailə lazım olan texnika və s. verilməsi ilə artıq məlum idi ki, Trump Netanyahuya İranla bağlı əməliyyatlar keçirtməklə bağlı konkret bir icazə verib və icazə əgər Amerika Birləşmiş Ştatları tərəfindən verilibsə, deməli, müharibənin dayandırılması da Amerika Birləşmiş Ştatlarından asılıdır. Bu günləri həqiqətən də həmin müharibəni dayandıra biləcək yeganə faktiki olaraq güc Amerika Birləşmiş Ştatları və onun prezidenti Trumpdır. Avropa İttifaqından səs gəlib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ABŞ-nin zərbələrindən sonra bütün tərəfləri geri çəkilməyə çağırıb. X-da bununla bağlı yazısı var. Onun sözlərinə görə Avropa İttifaqı xarici işlər nazirləri sabah İranla bağlı vəziyyəti müzakirə edəcək. Bugünə qədər Avropa ölkələrindən, Avropa İttifaqından daha doğrusu belə bir ciddi bəyanat falan eşitməmişdik. Amma Birləşmiş Ştatların hücumundan sonra Avropa İttifaqının səsi çıxmağa başladı. Bu adi bir işarə qoyaq kimi bir toplantı olacaq, yoxsa doğrudan da bir ciddi nəticəsi ola bilər? Düşünmürəm elə olsun, çünki Amerika Birləşmiş Ştatlarının birbaşa müdaxiləsi həqiqətən də böyük bir regionda eskalasiya riskini artırır. Və yenə deyirəm, İran əgər həqiqətən də bu gün verdiyi bəyanata müvafiq olaraq, yəni istənilən yerdə, istənilən ölkədə Amerika Birləşmiş Ştatlarının əskəri legitim hədəfdir bəyanatına uyğun olaraq əməliyyatlara başlayacaqsa, fəaliyyət göstərəcəksə, bu o deməkdir ki, sabahları Avropa İttifaqının üzv olan ölkələrin hər hansı birindəki Amerika hərbi bazası da, misal üçün, legitim hədəfə çevrilə bilər və təbii ki, Avropa İttifaqı bundan narahatdır. O baxımdan da bu narahatlıqlarını ifadə eləmək üçün də belə bir toplantı çağırıb, nəyisə müzakirə etməkləri əslində tamamilə normaldır. Təşəkkür edirəm Rəşad bəy, minnətdaram dəvətimizi qəbul etdiyinizə görə. Rəşad Bayramov, siyasi